Bismillahirrahmanirrahim. Ve bihi nesta'in innehu khayru nasirin ve mu'in. Sallallahu ala seyyidina Muhammedin ve ehl-i beytihi tahirin. La siyyama baqiyyatillahil aradin. Ruhi ve ervahul alemin li maqdami turabihil fida. ولعنة الله على أعدائهم أعداء الله إلى لقاء الله أما بعد اللهم وفقنا لما تحب وترضى. Bugünkü əqaiddən 17-ci dərsimiz Allahın sifətlərindən xüsusən kitab və sünnədə gələn səmi' və basir sifətləri ilə tanış olmaq. Səmi' eşidən, basir isə görən sifətidir. Yaxşı, Allah eşitmək və görmək bizlərdə məlum olur ki, vasitələrləndir. Məsələn, bizdə gözümüzün vasitəsi ilə görürük, qulağımızın vasitəsi ilə eşidirik və başqa canlılarda da o cürdür. Amma bu vasitə olmaq yerindədir. Bəli, hər bir canlı müəyyən vasitələrini eşidir və görür. Və hətta bu başqa canlılarda da özürdür. Nəinki tək heyvanlarda, hər bir şeydə özürdür. Məsələn, yer, divar, daş, hər bir şey həm eşidir, həm görür. Ot, gül, ağac, hər bir şey, hətta bizim əlimiz, ayağımız, bütün bədən üzvləri, hər bir şey. Ətrafımızdakı, aləmdəki hər bir şeyi görmək və eşitmək xasiyyətinə malikdir. Amma bunlar, dəlilin deyirsən, dəlilin nədir sənin? Dəlilin Bismillah, Quran-Kərim mütaliə edən hər bir müsəlmana əyandır. Niyə? Çünki Quran-Kərim buyurur ki, qiyamət günü yer şəhadət verəcək. İnsanın bədən üzvləri şəhadət verəcək. Məsələn, rivayətlər bu barədə doludur bizdə. Əgər bir insan iman olsaydı, hələ 2 mələkdən əlavə bu qədər də şahid adam başına yaşanda, avrı təmiz gedir insan. Özündən ehtiyat olmalıdır. Bizim ya əqidəmiz zəifdir, əqidəmizin zəifliyi ya özümüzlə başara bilmək, ya əslən Allah və əhl-i beytə inanmamız yoxdur. Hər bir şey eşidir. Eşidir və görür ki, şahid yanacaq. Və bugünkü elm də bunu asta-asta dərk edir. Ondan əlavə, onda işimiz yoxdur. Amma hər bir varlıq ki, var, məxluqdur, yaranır, onlar da vasitə iləndir. Amma görürük ki, hamısında bu qulaqdır, gül bir başqa cürdür. Məsələn, bizlərdə bir nəfər var idi, yaşlı bir qadındır, onun haqqında nəql deyirlər ki, bu xanımın çox gülü var idi. Bunun evi, şəbənd hissəsi böyük olur. Hətta artıq hər şüşənin o kənarında olan yerə ora güllər qoyardı. Hətta danışarlar onun yaxınları eşidir, biz görürdük ki, bu sübh çağı durur, sübh namazından durardı bu qadın, çox təqvalı qadın olub, bu qadın deyir, gülləri sulayardı və güllərlə danışardı. Güllərə Quran ayəsi oxuyardı. Quran oxuyan qadın olub, Quran oxuyardı güllərə. Sonra bir onlarla danışardı, yarpaqlarını silərdi. Əl-qəz elə bir ki, balalarıdır da bura. Heç deyir, bizə çox vaxt ayırmazdı. Gülləri ayırardı. Deyir, elə ki, bu xanın dünyasını dəyişdi, o güllərə gübrə də verdik, su da verdik, heç biri qalmadı. Heç deyir, o qadının qırxını icən çəkmədi, bütün güllər hamısı soldu. Halbuki biz onun bizə yadigar sözü idi, bunlara bax ona, öləndə bizə neçə vəsiyyəti bildi buydu ki, güllərimə bax ona. Deyir, gübrə də verdik, su da verdik, balalarına. Amma heç nə qalmadı. Hamısı oldu. Məlum ki, onlar eşitmə qabiliyyəti var, onların
görmə qabiliyyəti elə axı. Amma hər neylənsə, hamıda eynidir, qulaq olsun və göz olsun, deyil. Amma bəli, hər hamıda bir vasitə ilə var. Hamıda bir vasitədir. Üçün, ötürücü, bunlar eşitməkdir, məlumat ötürmə bürosudur. Gözdür, məlumat ötürür içəri. Ağıla ki, sən düzgün nəticələr çıxardasan. Amma yaxşı, Allah ki, Qur'anda çox yer, Qur'anın çox yerində İnnəllaha bəsirun, səmi'un bəsir, İnnəllaha və səmi'ul bəsir və bu ünvanda çoxlu ayəmiz var. Onlarla belə ayəmiz var. Yaxşı, bu səmi və bəsir nədir? Allahın da qulağı var. Allahın da gözü var. Məsələn, bəzilər kimi deyir ki, bəli, qulağı var, bəli, gözü var, amma keyfiyyətini bilmirik. Başlayaq burada da onlar kimi cəmaata ələ salmağa. O keyfiyyəti bilmirsənsə, dənüşlüysən, qulağı var. Qulağa göz deyirsən, deyir, yox, qulaq qulaqdır. Gözə qulaq demək olar, deyir, yox, deyirəm, bəs burada keyfiyyəti bildin axı sən. Sən yalandan niyə danışırsan? Çünki bu vəhhabi, sələfələr başdan kökləri yalan üstə bitirib. Başdan əqə yalancıdırlar, kəzzabdır, kəzzabdır. Xob, deyirsən, diyor, mahiyyətini bilmirik, keyfiyyətini bilmirsən, niyə deyir? Sual verir onlara, gözə qulaq demək olar, deyir, yox. Qulağa göz demək olar, yox. Bismillah. Onda yox, yəni keyfiyyətini bilirsən, yox, yəni mahiyyətini bilirsən. Sonra yalan danışırsan. Yaxşı, bəs necədir Allahda? Allah eşidəndir, özünün ayələrinə görə. Görəndir. Çünki Qur'an-ı Kərim insanları başa düşəcək tərzdə Allah düşüb insanların səviyyəsini insanlarla danışır. Qur'an-ı Kərimin müraciəti avama da aiddir, alimə də aiddir, professora da aiddir, uşağa da aiddir, böyüyə də aiddir. Bunun hamının başa düşəcək də ortaq nöqtədir ki, hamı eyni səviyyədə o səviyyəni bu götürür. Onlara deyir, baxın, qayət oluna, sizin əməllərinizi görür amma, sizin əməllərinizi etdiklərinizi eşidir amma. Bunun mənası bu demək deyil ki, bu həqiqətən bu gözü var, bu qulağı var. Çünki görmək və eşitmək neyin əlamətidir? Bunlar əslən əlamətdirlər, məlumatı içəri ötürmək. Məlumat, elmi içəri ötürən iki ünsürdür. Yəni, mənə məlumat var, məndə məlumat var, sizin elədiyiniz məsələlər barəsində. O, Peyğəmbər Əkrəm ömrünün sonunda bizə iki əmanət verir, Qur'an və Əhl-i Beyt. Niyə? Qur'anı başa düşmək istəyirsə, Əhl-i Beytə müraciət edin. Mənim canlışından bunlardır. Bismillah, Qur'anda da Allah deyib ki, Qur'anı göndərdik, sən bəyan elə. Bəzi yerlər var, cəmat başa düşməz. Ya hərəsi bir cür o şeydir, başa düşəcək, ona görə sən dəqiqlik getirir. Biz də müraciət edirik rivayətlərə. Rivayətlərdə bir hədis görürük və bu tür hədis çoxumuzdur ya, çoxdur bizdə, xüsusən baharda. Əlqərəz, hədislərdən birini oxuyuram. Səalə Əbu Abdillah əleyhissalam. Ravi hədisini nəql edirəm. Mən İmam Sadiq əleyhissalamdan sual etdi bir nəfər. Ənəhu qalə ləhu. Belə ki, İmam Sadiq əleyhissalam o sual verən bu cür sual verdi. Ətəqulu innəhu səmi'un və bəsir. Aya, siz deyirsiniz ki, o Allah görəndir və eşidəndir. Fəqalə Əbu Abdillah əleyhissalam. İmam Sadiq əleyhissalam buyurdu. Huvə səmi'un və bəsir. Bəli, biz deyirik, o Allah həm eşidin, həm görür. O, necə eşidir? Siz şiələrin əqidəsi nədir? Bizim rəhbərimiz bu cür buyurur. Səmi'un bi qeyri carihətin. Heç nə ehtiyacı olmadan eşidir. Yəni, qulağa zadə ehtiyacı olmadan. Bir dənə bir şey ki, vasitə olsun onu, ki, onu ilə eşitsin, yox. Deməli, Qur'anda Allah deyib, o fiili deyib eşidən. Amma eşitmək
Demək yox, qulağı var onun. İndi qulaq asaq. Məsələn, mümkündür biri düşsün ki, Allah'ın eşitmək və görməyi onun elmidir. Onun elmidir. Biz deyirik yox, sən eləməz. Elminə qayıdan sifətlərdir, amma elminin özü deyil. Necə, əslində bunlar eyni bir şeydir, amma məfhum olaraq ayrı bir şey. Səmi də bəli öz məfhumluğunda qalır. Hədisini də oxuyacaq, deyəcək, məna dəyişməmək şərtlə. Səmilik qalır. Niyə? Allah qiyamətdə bizi ilə danışmayacaq. Biz danışırıq, ona bir söz deyəcək. İndi o bizim sözümüzü eşidir, ya yox. Məlumda eşidir. Bu feil var bunda. Bu sifət var bunda eşidir. İndi, məsələn, bizlər ki, məsələn, dua edirik, Allahın elmi, yəni də oradan eşidir. Yəni, eşitməyin məfhum olaraq var. Amma, bəli, həqiqətin biz bilmirik necə. Həqiqət üçün bir də bunu heç bir şeyə üçün, həm hədis bunu deyir, həm insan ağlı üçün əvvəlcə də biz bu sözü dedik. Allah ehtiyac sifətinə düz gəlmir. Allah ki, ehtiyac sifətinə düz gəlmir, qulaq onu məhdud elədi. Göz onu məhdud elədi. Onu böldü, mürəkkəb elədi. Bu şeylər Allahda olmasın, nöqsan sifətidir. Bunlar ehtiyac getirir. Çünki gözə ehtiyacı oldu görmək üçün, qulağa ehtiyacı oldu eşitmək üçün. Bu ehtiyac sifəti Allahlıqla düz gəlmir. Buna əql də deyir, İmamımız da deyir, bizim Əhl-i Beyt də deyir, Peyğəmbər Əkrəmin canişinləri də bu sözü deyir ki, bəs Allah eşidir, amma heç bir şey ehtiyacı olmadan. Buyurur, Basirun və qeyrə aləti. Görür, amma heç bir vasitəyə ehtiyacı olmadan. Çünki qiyamətdə biz gələndə bizi görmür. Ya Allah'ın bu bizim bu dəqiqə dünyadakı bu işlərimizi Allah görmür? Görür. Niyə görməsin? İndi sual budur ki, bəs amma bəli, bu məsələ budur ki, məlumat ötürülür. Məlumat ötürülmə. Amma biz elm sifətində dedik ki, bu məlumat ötürülmək onun o əsli elmini dəyişmir. Onun o əsli elmini dəyişmir. Çünki dedik ki, elm onda nə artır, nə azalır. Fəqət budur, bu bəndələri ilə, bu yaratdıqları ilə, məxluqatla olan, rabitədə olan ünsiyyət xarakteri daşıyan sifətlərdir. Fəqət. Başqa bir şey deyil. Məlumat ötürür, yəni bu deməkdir ki, bu məlumat yox idi, ondan sonra ötürür. Yox, biz əvvəlcə demişik, Allah yaratdığının, biz insanların hər bir şeyimizdən, hətta gələcəyi, eləcəyi hər bir şeydən xəbərdar da əvvəlcədən. Amma necə biz öz seçimimizlə neyi necə eləyiriksə, o cür xəbərdardır. Nəinki o bildiyini gör, biz o cür eləyirik. Bəs buyurur, Səmiun bə qeyri carihətin və Basirun bə qeyri alətin. Sən heç bir şey ehtiyac olmadı. Buyurur, bəli yəsmə'u bi nəfsi. Özü eşidir elə. Yəni, Allah vücudu eşidir elə. Və yubəsiru bi nəfsi. Sən özü görür. İnnəhu Əs-səmi'u, əl-bəsiru, əl-alimu, əl-xəbir. Bunlar məfhum olaraq bu sifətlər var onda. Belə ixtilafəl zat. Məsələn, zatı deyişmir bu ilə. Yəni, bir Allah alimdir, bir Allah xəbərdardır, bir Allah eşidəndir, bir Allah yox. Və yaxud da ki, zatı deyişmir. Yəni, bunun bir hissəsi eşidir, bir hissəsi bilir, bir hissəsi xəbərdar, bir hissəsi görən. Yox, yəni belə bir mürəkkəb şeydir. Eyni zat, bu həm eşidəndir, həm görəndir, həm biləndir, həm xəbərdardır. Amma və la ixtilafı məna. Əslən, məna cəhətindən də dəyişilmir. Zat olaraq zatdır, bu şeylər də hərəs öz yerindədir. Məlum oldu, elə bilirəm, o tabi kifayət edir. Biz Allah eşidəndir və görəndir, heç bir vasitə olmadan. Çünki Allah demir qulağım var. Allah demir mənim gözüm var.
Heç bir ayədə buna işarə vurmayıb. Amma Allah özünün eşitmək və görməklik sifətinə işarə vurub. Güvənlənən bu şeydə çox diqqətli olsunlar ki, Allah görür, eşidir, əməllərimizdən müğayət olar. Amma heç bir şeyə ehtiyac üçün Allah deyir. Bu şeylər də var, elminə qayıdır. Amma elminə bu məlumatlar qayıdır, elmində amma dəyişiklik eləmədən. Elə bilirəm ki, bu qədər kifayət edir bugünkü əqaid bəhsi. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala seyyidina Muhammedin və əhl-i beytihi tahirin.